Salam. Deməli, bu günləri biz litosfer sınağına baxacaq. Birinci sualda deyək, qırışıq faylı dağları müəyyən edin. Gəlin müəyyəndən görən ki, hansı dağlar qırışıq faylı dağlardır. Qırışıq faylı dağlar ümumiyyətlə biz demişik ki, yenidən törənməyə məruz qalmış dağlardır. Alp dağlar qırışıq dağdır birinci cavabda. Kazbek qırışıq dağdır. Sayan qırışıq faylıdır. Ona görə A variantı yanlışdır. Savalan, Elbrus, Kap. Bu dağlar her biri qırışıq dağlardır. Onca bu cavabı doğru değil. Ural, Böyük Sarıcı, Appalaç dağları. Ümumiyyətlə Ural dağları, Böyük Sarıcı dağları ve Appalaç dağları daxildir faylı dağlara. Bu cavabımız da yanlışdır. Tavr, Kopet dağ, Atlas dağları. Her biri cavan dağ olduğu için ona göre biz bu cavabı da götürməyik. Bu dağlar daxildir qırışıq dağlara. Altay, Sayant, Yanşan. Bəli, bu dağlar hər biri nədir? Yenidən törənmiş dağlardır. Doğru cavabımız olur burada E variantı. İkinci sual. Geosinqal zonada yerləşən düzənliklər müəyyən edin. A variantında meseta verib düzdür. Turan ümumiyyətlə geosinqalda yerləşmir, platforma zonasında yerləşir. Ona görə A yanlışdır. B variantında Kolxida, Padan, Tibet. Verilən düzənliklərin hər biri geosinqal qurşaqda yerləşir. Bizim doğru cevabımız olur burada B variantı. C'de verib Meksika yerləşir. La Plata ümumiyyətlə platformanın əyilmə zonasına yerləşir. Deməli C variantı yanlışdır burada. D'de deyir bizə Amazon, Qərbi Sibir, Dekan. Amazon platformunun əyilmə zonasıdır. Qərbi Sibir cavan platformadır. Dekan isə yayladır və o da platforma zonasına yerləşir. Ona görə bu cavab da yanlışdır. Gür-Araz, Şərqi Avropa, Mekong. Gür-Araz geosinqal qurşaqda yerləşir. Amma Şərqi Avropa və Mekong düzənlikləri isə platformada yerləşir. Bu cavabımız da yanlışdır. Üçüncü suala baxaq. Xəritə sxemasından akkumulyativ mənşəli düzənlikləri müəyyən edin. Akkumulyativ mənşəli düzənlikləri seçirik biz burada. Gəlin xəritə sxemasından baxaq. Birdə verib Amazon. Deməli, bir doğrudur. Doğru olanları qeyd edirəm bura 1. Sonra hansı baxırıq 2'ye. 2 yanlışdır. Götürmürük. Üçüncüsünə baxırıq. Üçüncüsü Xəzər sahili ovalıq qeyd olunub. 3 doğrudur. Dördüncüsünə baxırıq biz. Qərbi Sibir də doğrudur. Beşincisine baxırıq biz. La Plata da doğrudur. Akkumulyativ mənşəli düzənlikdir. Altıncısına baxırıq. Böyük düzənlikdə akkumulyativ mənşəli düzənlikdir. Deməli, baxırıq 7-cisində. 7-cisi mərkəzi düzənlikləri veriblər. Bu akkumulyativ mənşəli düzənlik deyil. Keçirik biz buradan 8'e baxırıq. 8'də Meksika sahili ovalıq verilib. Doğrudur. 9'a baxırıq. Şərqi Avropa düzənliyi 9'da doğrudur. 10'a baxırıq. Dekan yaylasını verib bizə. 10 yanlışdır, götürmürük. Aha. Baxırıq 11'ə. Braziliya yaylasını verib götürmürük. Deməli biz 10, 11'ləri bütün cavablardan silsək. Sonra qaldı burada. Baxırıq 12. 12 Efiopiya yaylasını verib biz 12'nə götürmürük. 13. 13'cü cevaba baksak biz Orta Sibir yaylası biz bununla götürülmüş. Doğru cevaplarımız bizim olabilir burada. 7'incisi verilmişti mərkəz düzənlikdə. 7'inde biz götürmediğimize göre A variantı yanlıştı. Doğru cevabımız kalır 3, 4, 5, 8. E variantı doğru cevabımızdır. Dördüncü suala baxırıq. Gür tektonik çəkilmə zonasında yerləşən relyef vadilərindən deyil. Aid olmayanlar istəyir. Lənkəran ovalığı Gür tektonik çəkilmə zonasında yerləşir. Deməli bu doğrudur. Şirvan düzü də həmçinin Gür tektonik çəkilmə zonasında yerləşir. Bu da doğrudur. Bozdağ silsəsidir, Daşüzdür, Xocaşen silsələrdir. Bunlar da Gür tektonik çəkilmə zonasına aiddir. Qanı Xərçə çiçəkliyi də, bəli bu da doğrudur. Əməliyyat terası Böyük Qafqaz tektonik qalxması zonasında yerləşir. Deməli bu yanlışdır. Bizə də aid olmayan istəyirsə cavabımız olacaq E variantı burada.
Baxırıq 5-ci suala. 5-ci sualda bizə deyir ki, uyğunluğu müəyyən edin. Divergent, konvergent. Birincisi divergentdir, ikincisi konvergent verib bizə. Deməli, birinci daha doğrusu konvergent, ikincisində divergent verib bizə. Konvergent zonunda yerləşən adalar burada olacaq. Ümumiyyətlə ada da ola bilər, qırşıq bir ərazi də ola bilər. Pamir dağları yerləşir və Çirinovo. Aha. Divergent zonunda yerləşir burada Pasxal adası və Müqəddəs Yelena adası. 1'ə olacaq B ilə C, 2'ə də olacaq A ilə D. Doğru cavabımız olur burada D variantı. Baxırıq 6-cı suala. Xəritə sxeməsən Azərbaycanda 1,5, 1,8 milyon əvvəl su altına qalmış əraziləri müəyyən edin. Xəritə sxemə baxsaq ki, 1,5, 1,8 milyon əvvəl dağlıq ərazilər, qalxmaya məruz qalmışdı. Digər ərazilər isə suyun altında, vaxtilə Azərbaycan test okeanının altında qalmış əraziləri, daha geç sudan azad olunmuş belə deyək ki, əraziləri var ki, xəritə sxemə baxanda biz burada Muğan düzünü görürük. Biz burada Zəngəzur hissəsini görmürük. 2 yanlışdır. Şirvan düzünü görürük. 3 düzdür. Gülüstan yanlışdır. Düzü Talış dağların görürük ki, qalxmış ərazilərdir və suyun altına azad olun bu vaxtki vaxtda. Ona görə bizə suyun altında qalmış əraziləri istəyirsə burada, biz götürəcək burada Şirvan düzündən Muğan düzün. Cavabımız olacaq 1 və 3. A variantı. Növbəti suala baxırıq, 7-ci suala. 7-ci sualda uyğunluq pozulmuşdu deyir bizə. Gəlin baxan görək hansı adalar verib, adalara uyğun vulkanları verib. Lamington vulkanı Yeni Qvine adasında yerləşir, doğrudur. Apo Mindan adasında yerləşir, doğrudur. Hekla İslandiyada yerləşir, doğrudur. Etna vulkanı da Siciliyada yerləşir, doğrudur. Krakatoa vulkanı Yava adasında yerləşir, bu yanlışdır. Keçirik 8-ci suala. Doğru variantı müəyyən edin. Doğruda doğrunu seçirik biz. Yanlışda yanlış seçirik. Afrika materikinin yeganə cavan dağı Atlas dağlarıdır. Doğru fikirdir. Şərqi Avstraliyada düzənliklər hissəsini təşkil edir. Əslində Şərqi Avstraliya Qərbi Avstraliya olmalı. Demək bu yanlışdır. Oldu torpaq adaları And dağlarının davamıdır. Bəli, 5-də doğrudur. Yanlışlara baxırıq. Kordiya dağlarının qərb hissəsi Sakit Okean olduğu əlaqəsinin daxildir. Bu doğru fikirdir, amma yanlışda verdiyi üçün biz bunu götürmürük. Baxırıq biz 4-cüsünə. Orta Avropanın sahil xəttləri Cənubi Avropaya nisbətən az parçalanmış. Bu da doğru fikirdir, amma yanlışda verdiyi üçün biz bunu götürmürük. 6-cı suala baxırıq. Kür-Araz Mesopotamiya ovalıqları İran yaylası geosinkron quşaqda yerləşir. Kür-Araz doğrudur. İran yaylası doğrudur. Amma Mesopotamiya ovalığı yanlışdır. Ona görə bizim doğru cavabımız olur burada 6. Yanlışda 6 doğru oldu. Doğrularda da 1 ilə 5. 1, 5 və 6. Cavabımız olur burada D variantı. 9. Uyğunluğu müəyyən edin. Deyir ki bizə Helsin qışqını Kaledon verib, Kimmer qışqını verib. Baxayın uyğunluğa. Helsin qışqına uyğun gələnlər götürəcək 2. Bir də Kimmer qışqına uyğun gələn əraziləri müəyyən edirik biz burada. Aha. Helsin qışqına uyğun gələn ərazilərə baxsaq ki burada, yəni dövrlərdən söhbət gedir. Daş kömür. Aha. Daş kömürdən sonra hansı uyğun gəlir burada? Bir də Perm. Baxırıq Kaledona. Kaledona uyğun gələcək burada Silurla, Devon, C ilə E. Kimmer qışqında aid olacaq Yura və Tabaşir. B ilə D. B və D. Keçirik növbəti suala, 9-cu suala. Daha doğrusu 10-cu suala. Sxeməsən deyir ki bizə uyğunluğu müəyyən edin sıxırılan yatım harcığına görə. Biz gəlin sıxırılan yatım harcığına görə təyin edək ki nisbi aşıdır burada təbii ki. Nisbi aşını verib sıxırıların.
Biz yatım ardıcına təyin edirik ki, ən üst yerləşən süxuri ən cavandır. Ondan aşağı getdikcə suxurların yaşı artır. Deməli, burada ən üst yerləşən gildir. Gil. Sonra olacaq gildən sonra qum. Sonra olacaq granit. Ən sonunda kvarsit. Bu ardıcıqla baxsaq gil, qum, qranit və kvarsit. Bəli, C variantına veriblər. Doğru cavabımız budur. Növbəti sual 11-ci sualımızda. Uyğunluğu müəyyən edin. Geosignal inşaat mərhələlərini veriblər. 10-cu sinif dərsində qeyd olunmuşdu geosignal inşaat mərhələləri. Baxalım buradan. Deməli bizə deyir ki, yer qabığının enməsi davamıcı mərhələsi əvəz olunur. 4 inşaat mərhələsi var geosignalın. 1-ci, 2-ci, 3-cü və 4-cü. Gəlin müəyyən edən uyğunluqlara. Yer qabığının davamıcı mərhələsi əvəz olunur. Davamıcı mərhələsi hansı mərhələdir? 3-cü mərhələ. 3-ə biz A-nı götürürük. Yer qabığının böyük bir hissəsi enməyə başlayır. Təbii ki, bu 1-ci mərhələdir. Bu mərhələdə antiklinal və sinklinal yaranması baş verir. Antiklinal və sinklinal yaranması hansı mərhələdir? 2-ci mərhələ. Geosignalın inşafının bu mərhələsi platformaya uyğun gəlir. Təbii ki, 4-cü mərhələdə daxili qüvvələr zəifləyir, xarici qüvvələr öz sözünü deməyə başlayır. Yəni, yer səthi xarici qüvvələr tərəfindən aşınır, parçalanır, dağılır. Ona görə 4-də də uyğun gələcək D. 1B, 2C. Cavablara baxsaq, 3A, 4də D. Cavabımız olur B variantı. Növbəti sual 12-ci sual. Baxaq 12-ci suala. Uyğunluğu müəyyən edin deyir bizə. Gəlin müəyyən edən uyğunluğu. Laçın, Gədəbəy, Şərrur, Qazax. 1, 2, 3, 4 qeyd edirik. Və müəyyən edirik uyğunluqlarımızı. Laçında verilən fayda qazının yataqları hansı ola biləcək? Laçında təbii ki, daş silahlı harda yerləşir? İpək harda, qoşa harda, gümüşlü harda. Bunlar 10-cu sinif coğrafya kitabında qeyd olunmuşdu. Gəlin uyğunluğu baxaq. Daş silahlı harda yerləşir? Qazaxda. 4-ə A-nı götürürük. İpək harda yerləşir? Laçında. 1-ə B-ni götürürük. Qoşa qızıl yatağı harda yerləşir? Gədəbəydə. 2-ə C-ni götürürük. Gümüşlü polimetal filiz yatağı harda yerləşir? Şərrurda. 3-də olur D. İndi cavablara baxsaq biz burada 1B, 2C, 3D, 4A. Cavabımız olur C variantı burada. Geçirik növbəti suala. 13-cü sual. 13-cü sualda deyir ki, xəritə sxeməsən Talış, Zəngəzur, Murovdağ silsilələri müəyyən edin. Gəlin müəyyən edin Talış dağları. Talış silsəsi 1-də, bu ərazidə. Sonra istəyir bizə Zəngəzur. Zəngəzur olacaq 2-ci silsə. Murovdağ silsəsi də yerləşir 6-da. Yəni bizim doğru cavablarımız olur 1, 2 və 6. Cavab olaraq E variantına verilmişdir. Növbəti suala keçid edən biz 14-cü. Kanalizasiyasının baş vermiş hadisələr soruşur bizdən. Ör toxumdan yaranması yanlışdır. 4-cü bulaşması baş verir. Bəli. Dinozor nəsli kəsilən mezozoyda. Tetis okeanın parçalanması, qapanması eyni fikirdir. Bu doğrudur. Kanalizasiyada baş verib. Cavan platformlar yaranıb paleozoyda. Bu yanlışdır. Yer kəsinə antropogen təsiri güclənmişdir. Bu doğrudur. 2, 4 və 6. Doğru cavabımız olur burada C variantı. Keçirik biz növbəti suala 15-ci suala. Baxalım 15-ci suala. Bizə deyir qobullara aid doğru fikirləri müəyyən edin. Xüsusiyyətləri müəyyən edin. Gəlin müəyyən edin qobullara aid xüsusiyyətləri. Kristal gündən statistik ərazilərdir. Yanlışdır bu. Yarğanın inkişafının son mərhələsi doğrudur. Daimi axarlar olmaz, müvəqqəti axarlar olar. Ona görə 4 doğrudur. Endogen yox, eksogen qüvvələrin yaranmışdır. Ona görə 6 doğrudur. Doğrularımız oldu 2, 4 və 6. 2, 4, 6 bizə D variantına verilir. 16-cı suala baxırıq. Xəritə sxemasından dünya okeanı dibində suların daha cavan olduğu ərazilər müəyyən edin.
8-ci Neçə kitabına verilmiş məlumata əsasən biz burada sıxırların daha cavan olduğu ərazilər 1-ci məntəqədir, 3-cü məntəqədir və 6-cı məntəqədir. 1, 3 və 6. Baxırıq burada C variantında verilmişdir. Növbəti sual. Keçirik biz 17-ci suala. 17-ci sualda bizə deyir ki, geoloji dövrləri qədimdən cavana doğru ardıcılını düzün. Qədimdən cavana doğru deyilsə, gəlin biz ən qədimi müəyyən edək. Burada ən qədim Silurdur. 5. Silurla başlayırıq. 5. Silurdan sonra 3 Devon gəlir. Sonra gəlir burada Devondan sonra 1 Perim. Perimdən sonra gəlir burada 2 Təbaşir. Təbaşirdən sonra da Neogen 4-cü. 5, 3, 1, 2, 4. Verilir burada hansı? E variantında. Növbəti sual 18-ci sual. Doğru fikirləri müəyyən edin. Gəlin doğru fikirləri müəyyən edin 18-ci sualda. Paleozoik doğru fikirlərə baxayın, Kaynozoik doğru fikirlərə baxayın. Müasir okeanların yaranması. Yanlışdır bir. Yəni burada bir yanlışdır. Vahid Pantaras okean sahəsinin artıb azalması 3 doğrudur. Reskamızda bu eran sorulara rast gəlinir. Təbii ki, Paleozoikin əvvəlindən Kaynozoikin sonuna qədər olan bütün sorulara rast gəlinir bizdə. 5 də doğrudur. Deməli burada 2, 3 və 5 doğru oldu. Baxırıq buradan Kaynozoik. Test okeanın parçalanması bu doğrudur. Pantarasın parçalanması bunda olmayıb, Mezozoikdə baş verib. Ural Altay dağları yaranıb arda Paleozoikdə. Atlas yaranıb Kaynozoikdə. Ona görə bu da yanlışdır. Doğru cavabımız olur burada 2, 3 və 5. 2, 3, 5 verilir bizdə D variantında. 19-cu sual. Növbəti sual. Qeyri-filiz fayda qazıntı yataqları müəyyən edin. Gəlin müəyyən edən qeyri-filiz fayda qazıntı yataqlarım. Görən hansılardır? Qeyri-filiz fayda qazıntı yataqları müəyyən edin. Göydərə filizdir. Bunu çıxdıq. Şaxtaxtı qeyri-filizdir. Bu doğrudur. Vecnəli filizdir. Bu da yanlışdır. Ağcıkən qeyri-filizdir. Hökməli qeyri-filizdir. Paraqaça isə filizdir. Doğru cavabımız olur burada 2, 4 və 5. 2, 4 və 5. Bu da verilir bizə B variantında. Növbəti sual 20-ci suala baxacaq biz. Platformanın daxili quruluşuna uyğun gələn müvafiq xüsusiyyətləri müəyyən edin. Gəlin müəyyən edək. Aha. 1 rəqəmini qeyd edən və 2 qeyd edən. Ona sən baxalım görən burada. Üst mərtəbə və kristallik bir növrə verir burada. Çəkmə surdan ibarətdir. Bu aid olacaq ikincisində. 2A. Maqmatik meteor surdan ibarətdir. Bu aid olacaq kristallik bir növrəyə. 1-ə B. Net qaz, daş kimi fayda qazının zəngindir. Bu aid olacaq ikincisində. 2-yə C. Filiz fayda qazının zəngindir. Bu aid olacaq birincisində kristallik bir növrəyə. Qədim tamamilə aşılmış dağların bir növrəsinə aid olan surlar qırışıq yatın formasına malikdir. Bu aid olacaq birincisində kristallik bir növrədə. Surlar əsən üfüqi şəklində yatır. Bu da aid olacaq hansına? Üst mərtəbəsində, örtüc qatında. Yəni götürəcək 1-ə BD, BDE, 2-ə də ASF. Verilir bizə burada E variantında. Keçdik biz 21-ci suala. Növbəti sualımız. Baxalım 21-ci suala. Torq dərələri, bedlenlər və çayların gətirmə konusunda geniş yayılmış ərazilər. Birinci torq dərələri isə torq dərələrinin geniş yayılmış ərazisi biz burada Qarabağ silsilesi olmaz. Geniş yayılıq sözü varsa Qarabağ silsilesi olmaz. Bazar düz olacaq. Yəni biz 2 ilə başlayacaq burada. Bedlenlərin geniş yayılmış ərazilər. Baxsaq ki, verilir bizə Kürd dağarsı zirvəsi, Kürd dağ zirvəsi, Cerençöl düzü, Brovar silsiləsi, Qanı Xəliçay. Bunlar içərisində Ari Deniz relief formanı geniş yayılmış Cerençöl düzüdür.
O zaman biz 2'ni götürürük burada. Və deyir bizə çayların gətirmə konusundan geniş yayılmış ərazilər. Çayların gətirmə konusundan geniş yayılmış ərazilər verilir. Ümumiyyətlə Azərbaycanda Şirvan düzündə, Qanıxayır çayda, Gəncə Qazax düzündə, Qarabağ düzündə daha geniş yayılmışdır. Burada cavablarda Qanıxayır çayı verib. 2, 4, 6 cavabımız olur. Cavab C variantı. Növbəti sual 22-ci sualdır. 22-ci suala baxalım. 22-ci sualda deyir ki bizə mineral etilən səmərəli istifadə yollarına daxil deyil. Bəli, bu da coğrafi kitabında qeyd olunmuşdur. Dərsliklərdə qeyd olunmuş məlumat. Xam maldan kompleks istifadə. Doğrudur. Tərkibində filiz olan tullantıların təkrar eləməli, bu da doğrudur. Dərində yerləşən təbii etirlərin potensial etir kimi saxlanmasıdır. Bu yanlışdır. Yataqda olan təbii etirlərin tam istifadə, bu doğrudur. Filiz tərkibi kasıb olan surların emala cəlb olunması, bu da doğrudur. Doğru cavabımız olur burada C variantı. 23. Uyğunluğu müəyyən edin. Avrasiya verir bizə 1, 2, 3. Avrasiya. Baxan görün Avrasiya aid olan burada hansı zirvələrdir? Matterhorn zirvəsi bəli. Yerləşir Avrasiyada, Avropada. Altiplano yerləşir harda? Cənubi Amerikada. 3 B. Böyük kanyon yerləşir harda? Şimali Amerikada. 2C. Pozisiyon mağarası yerləşir Avropada. Ona görə aid olacaq Avrasiya materikinə. Sierra Madre dağları yerləşir Şimali Amerikada. 2 olacaq E. 1 A'dır, 2 S'yi, 3 də B olacaq. Növbət sual 24-cü sual. Reskamızda qeyri-filiz fayda qazıntı yataqları müəyyən edin deyir bizə. Gəlin müəyyən edin qeyri-filiz. Qaz dağ polimetal filiz yatağıdır. Bir yanlışdır. Bir yanlışdır. Çovdar, bəli, qeyri-filiz yatağıdır. Mehmana filiz fayda qazıntı yatağı, bu da yanlışdır. Ağcıkən, bəli, qeyri-filiz yatağıdır. Zəylik, filiz fayda qazıntı yatağıdır. Ona görə 5-də yanlışdır. Daş salahlı, emtoloji yatağıdır, bəli. Qeyri-filiz yataqlarımız olur bizim burada 2, 4 və 6. 2, 4 və 6. Növbəti sual 25-ci sual. Suala baxırıq biz burada. Deyir ki, Dekan yaylası Koloxid ovalığından fərqləndirən əlaməti. Dekan yaylasının Koloxid ovalığından fərqləndirən əlaməti soruşur. Dekanı soruşursa, birdə deyir, göğsüqmaq uşaqda yerləşir. Yanlışdır. Əslində Koloxiddə yerləşir. Dəmir filizi, daş kömür kimi mineralita zəngindir. Bəli, 9-cu coğrafi kitabında qeyd olunub. Deindasiya mənşəli düzəlmişdir. Bəli. Arasında günəş lentdə olur. Bəli. Yay gündəmə gündüzün uzun daha çox olur. Xeyr. Daha şimalda yerləşən məntəqədə daha çox olur. Koloxid ovalığı Dekan yaylasının şimalda yerləşdiyi üçün yay gündəmə günü gündüzün uzunluğu orada daha çox olacaq. Yanlış. Doğru olur. Cavablarımız 2, 3 və 4. 2, 3 və 4. 26-cı suala baxırıq. Uyğunluğu müəyyən edin deyir bizə. Silsilələr verib bizə. Gəlin silsilələr arasından uyğunluğu müəyyən edək. Və silsilələr indir zirvələr verib. Qarabağ hissəsinin indir zirvəsi böyük kirs 1D olacaq. Yan silsilənin indir zirvəsi Şahdağ 2C. Dərliyə silsilənin indir zirvəsi Şüdağ 3B. Murovdağ silsilənin indir zirvəsi olacaq burada Camışdağ 4A 1D 2C 3B 4A. 27-ci sual. Abraziya prosesinin üstün təşkil etdiyi düzənlikləri müəyyən edin. Abraziya prosesi harda olar? Dalğaların öz işini gördüyü ərazilərdə, təbii ki, dəniz sahilində və Azərbaycanda bu Xəzər dəniz sahilində baxsaq, Xəzər dənizdə birbaşa çıxışı olan düzənliklər götürməliyik biz burada. Şirvan düzünün birbaşa çıxışı yoxdur. Yanlışdır. Lənkəran ovalı düzdür. Gəncə Qazax düzünün çıxışı yoxdur. 3 də yanlışdır. Samur dəvəçinin var, bəli olacaq burada. Muğan düzü yanlışdır. Qarabağ düzü yanlışdır. Doğru cavabımız burada 2 və 4. 2 və 4. Keçirik situasiya. Deyir ki, situasiyada
Azərbaycan Respublikasının ərazisi Avrasiya litosfer tavası ilə, yəni Şərqi Avropa platforması ilə Ərəbistan litosfer tavasının toqquşma sərhədində yerləşir. Ərazi tamamilə Alp Himalaya qırışıq zonasının daxilində. Azərbaycan ərazisi 5 iri tektonik zonaya ayrılır. Böyük Qafqaz qalxması, Kiçik Qafqaz qalxması, Kirçəli, Ön Qafqaz çəkilməsi, Orta Araz əyilməsi. Respublikamızda tektonik qırılmalar boyu xarakter olan 3 xüsusiyyətləri qeyd edin. Tektonik qırılmalar boyunca Azərbaycanda sürüşmələr baş verir. Sürüşmə. Sürüşmə. Mələr baş verir. Yamaclar dik olur. Yamaclar dik olur. Sonra biz qeyd edə bilərik ki, tektonik qırılma boyunca termal və mineral bloklar səthə çıxır. Termal və mineral bloklar. Səthə çıxır. 28-ci sualımızın cavabı burada qeyd edim. Deməli, sürüşmələr baş verir. Yamaclar dik olur. Termal və mineral bloklar səthə çıxır. Keçirik 29-cu suala. Naxçıvanda yerləşən Araz hökumətinə aid düzənlikləri yazın. Yəni, bir neçə düzənlik qeyd edə bilərik biz burada. Sədrək düzün qeyd edə bilərik. Sədrək 29-cu suala. Sədrək, Şərrur, Böyükdüz. Yəni 29-cu sualın cavabı Sədrək, Şərrur və Böyükdüz. Baxırıq növbəti 30-cu sual, sonuncu sualımıza. Müvafiq olaraq Lənkəran ovalı yazı yaylası Gəyən düzünün hansı tektonik zonada yerləşdiyini müəyyən edin. Lənkəran ovalı yerləşir harda? Göyçək tektonik çəkməsində. Gürcü çəkərliyi. Lənkəran ovalığı. Yazı yaylası harda yerləşir? Yazı yaylası yerləşir Kiçik Qafqaz qalxmasında. Kiçik Qafqaz qalxmasında. Gəyən düzü harda yerləşir? Gəyən düzü yerləşir Gür tektonik çəkməsində. Gür çəkməsində. Bu sonuncu sualımız idi. Bununla da bitdi.